Bildiyimiz kimi beyin qan dövranının pozğunluğu iki tip üzrə olur: hemorragik və işemik. Bunun törənmə səbəbləri yüksək qan təzyiqi, ateroskleroz, boyun fəqrələrinin osteoxondrozu, şəkərli diabet, bunların hər biri beyin qan dövranının pozğunluğuna gətirib çıxaran amillərdəndir. Beyin qan dövranı pozğunluğu əgər 24 saat ərzində tamamilə keçib gedirsə, buna tranzitor beyin qan dövranı pozğunluğu deyirlər. Əgər bir ay müddətində bu funksiyalar bərpa olunursa, buna kiçik insult deyirlər. İnsult önü xəbərdarlıq edici amillər olur. Nə olur? Üzdə keymə, qolda keymə, qəfildən yeriyən vaxtı ayağın boşa çıxmağı qabaqcadan xəbər verən amillərindəndir. Bunların tam dəqiq formasını ayırd eləmək üçün mütləq həkimə müraciət eləyib yoxlamadan keçmək lazımdır. Həkim onu tam doğruluğu ilə təyin eləyər.